Biz Ağdam şəhərini bərpa edəcəyik. Bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu böyük iş olacaqdır. Azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Mən Qarayev Nazım Ənbəroğlu 1962-ci ildə iyun ayının 19-da Ağdam şəhərində anadan olmuşam. 1983-cü ildə mayın 23-də Ağdam Poçt Rabitə Qovşana Poçtalıq vəzifəsinə daxil olmuşam. 32 ildən sonra gəlib öz doğma yurduma fərəh hissi ilə xidmət eləmək bu mənim üçün bir böyük bir duyğudur. 44 günlük müharibədə Ağdam rayonu Quzanlı qəsəbəsində öz fəaliyyətimi dayandırmadım. Mən bu fərəh hissi ilə deyə bilərəm ki, mən 43 ildir poçt sahəsində fəaliyyət göstərib. Azad olunmuş Ağdam rayonu Sarcalı kəndi, Xıdırlı kəndi və Kəngərli kəndinə hər gün gəlib xidmət edirik. Uzun fasilədən sonra Ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz.